Hörmətli izləyicilər, bugün Beyləqan rayonunun Qəhrəman Kəvri kəndində 4 şəhidimizin anım günündə biz Könüllü İctimai Nəzarət Təşkilatı olaraq tədbirdə iştirak etdik. Allah cəm şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Mən də bugünkü tədbirdə iştirak eləməyimizi qeyd elədiniz. Bugün Qəhrəman Kəvri kəndində bəli, 4 dənə Nuruzlu şəhidimizin 4'ünün anım günüdür. Biz də bir ictimai nəzarətçi olaraq bugün burada iştirak edirik hörmətli Şən müəllimlə və bugünkü bu anım günü olan şəhidlərimizi Ümumi Birliyimizin sədri Təyyar müəllimin adından da rəhmət diləyirik və valideynlərinə səbir, dözüm arzulayırıq. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Əziyyət çəkib gəlmişsiniz, şəhidlərimizi yaddan çıxartmışsınız. Allah köməyiniz olsun. Həmişə belə işıqlandırasınız bizim şəhidlərimizi. Allah rəhmət eləsin. Bağlı tek şeker. Ben işim olsaydı.